Hər vaxtınız xeyir dostlar. Hər birinizi bu qarlı şaxtalı havadan salamlayıram. Böyüklərimiz həmişə deyərdi ki, qar ruzi bərəkətdir. Bu həqiqətən də belədir dostlar. Qar yağarkən ruzi bərəkət çox olur. Yəni qar yağan il həmişə ağaclar bol meyvə gətirir, taxıl zəmiləri yaxşı məhsul verir. Bulaqlarda, göllərdə, çaylarda su bolluğu yaşanır. Həqiqətən də qar ruzi bərəkətdir. Qar yağanda bax beləcə hər yer ağ örpəyə bürünür. Hər fəslin öz gözəlliyi olduğu kimi qışın da gözəlliyi qardır. Bax belə görürsünüzmü? Ağaçlar da gözəl bir örpəyə bürünüb. Dostlar bax, ağaçların hamısının dibi qarla örtülür. Və qar əridikdə bu suya çevrilərək ağaçları suvarır. Və nəticə etibarilə ağaçlar bol məhsul verməyə başlayır. Yəni bol məhsul verir. Həmçinin qar yağarkən zərərli həşəratlar da məhv olur. Məsələn, taxılı, əkilən bostan və tərəvəz bitkilərini yeyən, məhv eləyən həşəratlar qar yağarkən ölürlər, məhv olurlar. Ona görə də qar yağanda həm su baxımından faydalıdır, həm də zərərli həşəratların məhv olması baxımından qış fəsli, qarın yağmağı çox xeyirlidir. Təbiət səsləri də, quşların ötüşməsi də bir tərəfdən bu fəsilə, qış fəsilinə, qarın yağmağına öz gözəlliyini qatır. Baxın, hər yer ağ örpəyə bürünüb, maraqlı görsənir. Həm də yaxşı təmiz hava var. Möhtəşəm bir təmiz hava var. Yəni nəfəs alırsan, hava tərtəmizdir. Mən də qarın yağmasına sevinib həm bir video çəkmək qərarına gəldim, həm də bu təmiz havada gəzirəm. Fürsətdən istifadə edib.
Uşaq vaxtı belə qar yağanda çox sevinirdik. İndi bilmirəm, hər kəs mənim qədər qarı sevirmi? Mən indi də, yəni bu yaşımda da qarı çox sevirəm. Yəni qar yağanda başqa bir əhval-ruhiyyəyə bürünürəm. Yəni yaxşı mənada. Uşaq vaxtı həmişə çox sevirdik. Qar topu oynayırdıq, qarda sürüşürdük, üstümüz su olurdu, təmiz paltarımızı filan isladırdıq, sonra evə qayıdırdıq. Yəni tam üşüyənə qədər qarda oynayardıq uşaq vaxtı. Yəni o vaxtın xatirələri hələ də yadımdadır. Sürüşürdük, yıxılırdıq, xizək sürürdük, bir-birimizi qarla öykürdük. Yəni el arasında belə deyilir. Hətta bir-birimizə qarın bu qar topasını əzib, möhkəmlədib buz halına salıb vururduq ki, bərk ağrıtsın. Yəni uşaqlıq fikri də kim düşünərdi ki, qarşı tərəfə zərər verə bilərsən, əzə bilərsən, başını yara bilərsən. Belə. Dostlar, işimiz maarifləndirməkdir. Maarifləndirici kanala dəstək olun. Siz də qarla bağlı öz fikirlərinizi şərh bölməsində qeyd edin. Hələlik.